Kreativ, yəni yaradıcı olmaq anadan gəlmə bir xüsusiyyətdirmi, yoxsa zamanla da bunu hər kəs əldə edə bilərmi? Oxuduğum kitabların birində müəllif kreativ olmaq üçün 6 amili sadalayır. Nə qəribədir ki, onlardan birincisi sadəlikdir. Biz normalda kreativ, yəni yaradıcı olmağı sadəlikdən uzaq bir iş kimi görsək də, müəllif burada əksini iddia edir. Bu, həqiqətən də bir çox mövzuda ağla batandır. Məsəl üçün, sadə kəlmələr mürəkkəb kəlmələrdən daha yaxşıdır. Bir fikrin içərisində nə qədər az informasiya olarsa, o daha yadda qalandır. Misal üçün, bunu tələbələrimdən bilirəm ki, bir fikir onlara daha sadə dildə izah edildiyində bu onlar üçün daha yadda qalan olur. Məsələn, insanlar daha yaxşı məhsulu deyil də, daha tez anlaşılan məhsulu seçirlər. Çünki daha yaxşı məhsulun nə və ya hansı olduğunu bilmək üçün sizin müəyyən bir zamana ehtiyacınız var. Amma daha asan anlaşılan fikir insanların, yəni müştərilərin diqqətini çəkmək üçün kifayət edə bilər. İbrahim Kalının kitabların birində belə bir cümləyə rastlamışdım ki, kəlmənin sadəliyi mənanın dərinliyinə mane deyildir. Yəni sən əgər səndə olan keyfiyyətli bir məhsulu, fikri və yaxud hər hansı bir dəyəri müştəriyə çatdırmaq istəyirsənsə, xüsusi bir şeylər etməyə bir o qədər də ehtiyac yoxdur. Sadəcə bunu sadə dillə anlaşılan edə bilirsənsə, bu müştərilərin və insanların diqqətini çəkməyə kifayət edə bilər. Siz nə düşünürsünüz? Kreativ olmaq üçün, yəni yaradıcı olmaq üçün sadə olmaqmı, yoxsa sadəlikdən uzaq bir yol izləməkmi daha uyğundur? Fikirlərinizi şərhlər bölməsində qeyd edə bilərsiniz.